Elhamdülillahi Rabbil aləmin və bihi nəstəin. Cənnətdəki dərəcələrin sayı. Uca Allah buyurur: "Və likullin dərəcətun mimma amilu və ma rabbuka biğafilin amma ta'malun." Hər bir kəsin etdiyi əməllərə görə dərəcələri vardır və Rəbbin onların etdiyi əməllərdən xəbərsiz deyildir. Ənam surəsi 132-ci ayə. Əbu Hüreyrədən gələn hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur: Cənnətdə 100 dərəcə vardır, hər iki dərəcə arasında məsafə 100 ildir. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm Əbu Səid Əl-Xudridən gələn hədisdə belə buyurmuşdur: Quran əhli cənnətə daxil olacağı zaman ona deyiləcək: oxu və yüksəl. O da oxuyacaq və hər bir ayəyə görə bir dərəcə yüksələcək. Ta ki, bütün əzbər bildiyini oxuyub qutarana kimi. Buna görə də Ayşə radiyallahu anhadan belə nəql olunur ki, o belə demişdir: Cənnət dərəcələrinin sayı Quran ayələrinin sayı qədərdir və cənnətdə Quran əhlinin çatdığı dərəcəyə heç kim çata bilməyəcək. İmam Əl-Mənəvi rahmehullah bu iki hədisi cəm eləyərək belə demişdir: Cənnətdəki dərəcələrin 100 olması, Quran ayələrinin sayı qədər olması arasında heç bir ziddiyyət yoxdur. Çünki o hədislərdə qeyd olunan 100 dərəcə böyük və əsas dərəcələrdir. Və o həmin dərəcələrin arasında da kiçik dərəcələr mövcuddur. Allah daha yaxşı bilir. Və sallallahu alə nəbiyinə Muhammed və alə əlihi və səhbihi və səlləm.